Dünyasını dəyişən insanlar adətən bayram günlərində daha çox ziyarət edilir. Bu da qəbristanlıqlara üst tutanların sayının artması ilə müşahidə olunur. Və bu ziyarətlər başqa özlərində nələri ehtiva eləyirlər? Əməkdaşımızın hazırladığı sujetdən məlumat əldə edəcəksiniz. Paytaxtın ən böyük qəbristanlıqlardan birindəyik. Hansı ki, adi günlərlə müqayisədə bu günlərdə bura gələnlərin sayı kifayət qədər çoxluq təşkil etsə də, bu ziyarətlər onu deməyə əsas verir ki, Novruz bayramı təkcə yaşayanların deyil, eyni zamanda elə xatirələrdə yaşayanların da bayram sayılır. Bayram günlərində insanların üst tutduğu məkanlardan biri də qəbristanlıqlardır. Bu günlərdə hər kəs özünə borc bilir bura gəlib, rəhmətə gedən doğmalarını, yaxınlarını dualarla ziyarət etməyi. Əziz gündür də, Peyğəmbər buyurub həm şad gününüzdə, həm qəmli gününüzdə yad eləyin ölənlərdir. Özümüz üçün də ibrətdir. İbrətdir, bizim üçün ibrətdir. Onları da yad eləyir, ruhları şad olur. Onlar da bizi gözləyirlər. Bəzi ziyarətçilər isə Novruz adətlərinə görə məzarın üstündə şam yandırır, səməni, hətta müxtəlif şirniyyatlar düzürlər. Ot basmış məzarlar təmizlənir, sonra tozdan, torpaqdan yuyulur. Hamının ruhları şad olsun. Hamının kimin varsa gəlsinlər, ziyarət eləsinlər, bayramlarını təbrik eləsinlər. Ürəkləri sakit onda olur. Yəni hər bayram olduqda, ad gün olduqda və hansısa bir belə bir gün olduqda həmişə ziyarətə gəlirik. Yəni özümüzə borc bilirik. Daimi gəlirik, amma bayramda da xüsusi olaraq. Onların da bayramlarını yad eləyirik də. Bayramlarını necə keçirtmiş, uşaqlığımız necə gözəl keçib, onları yad eləyirik. Mütəxəssislər isə deyir ki, bayram günlərində qəbristanlığın ziyarəti daha çox adət-ənənə ilə bağlıdır. Həmçinin ziyarətin özü dini baxımdan da müsbət qarşılanır. Xüsusi olaraq müqəddəs bayramlarda, Ramazan ayında, bir mənalı olaraq söyləsək, Novruz bayramında xalqın öz vəfat etmiş əzizlərini, müqəddəs şəhid doğmalarını ziyarət etməsi, onların qəbirstanlıqların ətrafının, qəbir yerlərinin ətrafının təmizlənməsi isə öz dəyərlərinə sahiblənməsinin və vəfat etmiş doğmalarına olan ehtiramının göstəricisidir. Vəfat etmiş doğmalarımızın qəbirlərini ziyarət ediriksə, orada təmizlənmə işlərinə xüsusi olaraq diqqət ediriksə, sanki həmin insanlar da bizimlə bərabər o bayramı qeyd etməsini göstərə bilirik. Şam yandırmaq və ya məzar üzərinə xüsusi atributlar qoymaq isə dini baxımdan vacib sayılmır. Bəzi hallarda tövsiyə olunur deyə mütəxəssislər bildirir.